Bugün Ulu Önderimiz Heydər Əliyevin doğum günüdür. Yaşasaydı 102 yaş olacaqdı. Azərbaycan xalqının qarşısında Heydər Əliyevin xidmətləri mislə gəlməzdi, saysız hesabsızdır. Ona görə də Azərbaycan xalqı Heydər Əliyevi müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, mimarı kimi tanıyır. Biz dəstələr də Heydər Əliyevi yaxından tanıyırıq. Dəfələrlə o kəndimizdə olub, kəndimizin inkişafı naminə sərəncamlar da verib. Hətta Arazdan su çəkilişinə də bunun hesabına nail olmuşuq. Bugün o sudan kəndimiz istifadə edir. Bugün dünyanın hər yerində Heydər Əliyevin doğum günü qeyd olunur. Mən fəxr edirəm ki, bizim gözəl kəndimiz, Dəstə kəndində də Heydər Əliyevə son dərəcədə sayğı var. Elə ona görə də bu gözəl şəhidlərimizin uyduğu, daha doğrusu onların adına sayılan bu Şəhidlər bulağında, Şəhidlər parkında da tədbirlər nəzərə tutulub. Görürsünüz bu gözəl güllər, portreti buradan asılıb ki, ona olan bizim sayğımızdır. Birazdan burada iməzlik olacaq, ağaçlar əkiləcək. Bilirsiniz ki, Heydər Əliyev həmişə yaşıllığa böyük diqqət göstərib, ağac kəsənlərə qənim kəsilib və deyir ki, elə bil ağac kəsənlər mənim qolumu kəsirlər. Ona görə də mən dəstərlərə, xeyriyyətçilərimizə çox minnətdarım ki, belə bir gözəl parka ərsəyə gətirdilər. Bugün indi mən gəldim, parka girdim. Keçən ildən fərqli olaraq səmimi deyirəm ki, tanımadım. Və sevindim də ki, artıq bəzi ağaçlarda bağ var, saqqalası da var. Bu deməkdir ki, zəhmət çəksən, bəhrəsini də görərsən. Mən bütün dəstərlərə minnətdaram. Burada rayonumuzun şəhidlərinin portretləri asılır. Bu işi görənlər var, zəhmət çəkənlər var. Ona görə də biz Şəhidlər bulağını, Şəhidlər parkını ən yüksək səviyyədə təmiz, gözəl, ruhu oxşayan şəkildə saxlamalıyıq ki, buraya çoxlu qonaqlar gəlir, Azərbaycanın hər yerindən. Mən eşitdim ki, Əzmam mənə dedi, rəhmətli Xudayarın anası da burada olubdur. Bu qürur vericidir. Ona görə də biz çalışmalıyıq ki, həmişə parkımızı, bağımızı səliqə sahmanda saxlayaq. Heydər Əliyev xoşbəxt dühadır. Ona görə ki, o özündən sonra gözəl bir siyasi varis yetişdirib, hansı ki, o Dağlıq Qarabağın son nöqtəsini qoydu. Dağlıq Qarabağı Azərbaycana qaytardı və ölkəmizin inkişafı naminə çoxlu təməllər də atır. Mən inanıram ki, Heydər Əliyev irsi daimi yaşayacaq. Heydər Əliyev yolu həmişə bizi işıqlı sabahlara aparacaq. Biz Heydər Əliyevin qoyduğu yolla getdikcə, İlham Əliyevi dəstəklədikcə Azərbaycanın çiçəklənməsinin canlı şahidləri olacaq. Bir daha mən bütün dəstəlilərə minnətlərim ki, bu gözəl parkı, bulağı gözəl ruhda da saxlaya bilirlər. Ulu Öndər, siz Azərbaycan xalqının həm də dəstəlilərin qəlbindəsiniz, siz əbədi lidersiniz, siz dünya durduqsa, müstəqil dövlətimiz durduqsa yaşayacaqsınız. Bugün sizə dualar oxunacaq, ehsanlar verilir sizin şərəfinizə. Mən dəstəllər adından da deyirəm ki, Ulu Öndər, ruhun şad olsun, həmişə qəlbimizdəsən. Çox sağ olun. Sağ ol, var ol. Və bugün də məclisdə iştirak edəcək insanlara da öncədən təşəkkürümü bildirirəm. Sağ olun. Sağ olun, problem var. Var olasın.